Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala sabahınızı da hayırlı, bereketli eylesin. Gelen günlerinizi hayrenbedde eylesin. İşlerinizi avand eylesin. İnşallah Allah'ın izniyle sabah evde olmayacağım. Ona göre belə qərara geldim ki bu günləri yenə də duaların Allah dərgahında tez qəbul olunmasından ötəri lazım olan məsələlərdən bir qədər sizə danışım. İrəlidə dedim də, yəni insan bilməlidir ki, onun duasının qəbul, müstəcəb olması daha tez olsun. Ona görə gərək insan Allah Teala'nın da istədiklərini əmələ gətirər. Bu dünya elə yaranıb ki, hər şey qarşılıqlıdır. Sən birinə necə baxsın, o da sənə elə baxacaq. Dünya belədir. Ona görə də sən, yəni Allah nə qədər özü yaxın versin, Allah Teala'nın istəklərini əmələ gətirsin, Allah Teala da sənin istəklərini bir o qədər tez əmələ gətirəcək. Yəni, ona görə də demək istəyirəm ki, ən əvvəl bizə vacib olan əməlləri gərək biz eləyək. Əgər o əməlləri eləməsək, yəni digər o müstəhəb əməlləri eləsək də onun heç bir faydası olmayacaq. Ona görə də bu günləri dediyim kimi Firuiddin bəhsi haqqında danışacağım. Amma hələ bu bəhsə başlamamış bir məsələ nəzərinizə çatdırım. Bir balaca bir hədis var. Mən balaca molluyam da, gərək balaca hədislər danışam. Deyir, Musa əla nəbiyyünə əleyhissalam həmişə Misirdə olanda Tur Sina, Tur bir dağ adıdır, Sina da yarımada adıdır. Ona görə də elə Tur Sina deyirlər ora. Yəqin bu Tur Sina, yəni Misir ərazilərində olub. Musa əla nəbiyyünə əleyhissalam gedərdi o Tur Sinada. Bir zeytun ağacı vardı, o ağacdan səs gələrdi. Yəni Allah Teala ilə danışardı. Allah Teala o səsi o zeytun ağacından çıxardardı. Allah Teala zeytun ağacsız da, vasitəsiz də səs çıxarda bilər. Sadəcə o yer, yəni bu bizdə bir ibrətdir ki, yəni hər bir insan biri ilə danışmaqdan ötəri gələr bir yer təyin olunsun. Bunlar hamısı biz insanların ibrət götürməsindən ötəridir. Musa əla nəbiyyünə əleyhissalam da gedərdi orada, Allah Teala ilə danışardı. Çox vaxtı, yəni onlarda bizdə necə ki, müsəlman aləmində 5-ci günlər, cümə günləri, yəni bayram sayılır. İslam dinində bayram günü sayılır. O cümlədən Musa əla nəbiyyünə əleyhissalamın dinində də 6-cı günlər onlarda bayram olardı. 6-cı günlər gedərdi, deməli Allah Teala ilə həmən dağda danışardı. Bir gün yenə gedəndə deməli bir şəxs vardı. Musa Nəbiyyün əleyhissalamın yolunun üstündə həmişə orada Allahla münacət eləyərdi, hacət namazı qılardı və münacət edib öz istəklərini istəyərdi.
Bir gün Musa ilə Nəbiyyün əleyhissalam yenə də o dağa gedəndə həmən şəxs Musa Peyğəmbərin elə bil ki, qarşısına gəldi və dedi, ya Musa, mən 3 ilə yaxındır ki, mən burada, bax, gördüyün kimi həmişə buradan gedirsən də, məni görürsən, ibadət edirəm, Allah Teala'na razı niyaz edirəm. Amma bir hacətim var, istəyirəm, Allah Teala o hacətimi əmələ gətirmir. Sən ki, Allah Teala ilə danışırsan, öz Allah'ından soruş, gör, bunun səbəbi nədir, nə məsələyə görə, hansı məsələyə görə mənim bu istəyimi əmələ gətirmir. Musa əleyhissalam da dedi, yaxşı, deyərəm. Musa əla nəbiyyina və əleyhissalam getdi Tur-i Sinada Allah Teala ilə danışdı. Bir qədər danışandan sonra döndü, istədi ki, gəlsin. Allah Teala dedi, ya Musa, axı sənin bir dənə sözün qaldı, onu niyə demirsən mənə? Dedi, ilahi pərverdigар, sən özün bilirsən də, mən niyə deyim? Allah Teala dedi ki, yox. Qayda qanun budur ki, siz gərək öz hacətlərinizi, sözlərinizi deyəsiniz. Mən çox şey bilirəm. Mən dünyada olan bütün hadisələrdən xəbərim var. Onun buna aidiyyatı yoxdur. O mənim hikmətimdir. O mənim xüsusiyyətimdir və s. Sənin də vəzifən, yəni sözü gərək deyəsən. Yəni insan gərək Allah Teala'dan istəyək ki, Allah Teala da onun istəyini əmələ gətirər. Amma bu şərtlə ki, bəzi şərtlər var. Onları yavaş-yavaş tədricən mən sizə deyəcəm. Musa ilə Nəbiyyün əleyhissalam da dedi ki, ilahi pərverdigarı, bəs beləncidir də, özün də bilirsən ki, o şəxs mənim qarşımı kəsdi, mənə dedi ki, bəs mənim bu sifarişimi öz Allah'a çatdır. Allah Teala nə üçün mənim bu hacətimi əmələ gətirmir? Allah Teala da dedi ki, onda çox paxıllıq var. Ona deyərsən, o paxıl olmasın, paxıllığı ürəyindən atsın, fikrindən çıxarsın, mənim yaratdığım insanlara qarşı mehriban olsun. Hətta onları özündən də çox istəsin. O Allah'a and olsun, o Allah Teala özü şahiddir. Mənim, yəni əlim Quran tutandan, namaz qılandan, dua eləməyə başlayandan, mən özüm şəxsin həmişə deyirəm, ilahi pərverdigarım, mənim ətrafımda olan insanları, yəni ehtiyatsız elə də, nə istəkləri var elə, milyonçu elə, amma mənə də o qədər ver, ehtiyacım qədər. Məni kiminsə qapısına göndərmə. Mənim duam budur. Tutar ki, mənim qonşum nə qədər imkanlı olsa, mənim orada xeyrim olar. Ən azından bir var mən 5 kilometr, 10 kilometr gedəm öz qohumumdan o diləyi istəyəm. Bir də var elə qonşumda var da. Yəni, gərək insan paxıl olmaz. Allah Teala da dedi ki, nə qədər ki o paxıllıq eləyir, onu 3 il yox ha, o 3'ün yanına bir dənə 0 da qoysa, yəni 30 ildə ibadət eləyib, məndən hacət istəsə, onun istəyin eləməyəcəm. Buna oxşar bir dənə də, yəni bunu başqa variantla da deyənlər var. Deyir, bir kişi var imiş, həmişə gedərmiş meşədə, çirpi yığarmış bir dənə, deməli, eşyəyi də yox imiş ki, onu eşyəyinə çatsın, gətirsin. Çırpını dalında gətirərmiş. Sonra da apararmış arxasında, bazarda satarmış. Bu noyuyla həyat sürərmiş. Keçmiş dövrlər çətin olub da həqiqətən. İndiki kimi olmayıb. 5 dəqiqə çəkmir, 5 kilometr gedirsən istədiyin bazardan, 10 dəqiqə hazır gedib, İstədiyi alırsan, gəlirsən rayondan, bazardan. Amma qədim dövrlər belə olmayıb.
çırpı satmaqla, əkin əkməklə, belə işlərlə dolanıb benava insanlar, keçmişdəkilər. Xülasə-i kəlam, həmən bu kişi də bir gün, deməli, Musa Nəbi əleyhissalama deyir ki, ya Musa, mən belimdə çırpı gətirib, bazara aparıb satmaqdan belim yara olub, yerimdə də gecələr rahat yata bilmirəm. Allah'a da heç olmasa mənə bir dənə eşək versin ki, mən rahat, yəni o çırpımı gətirim, gecələr rahat yerimdə yata bilim. Musa əleyhissalam da deməli, dediyim kimi də Tur-i Sinaya gedir, Allahla danışır. Qayıtmaq istəyəndə əvvəl demir, sonra bunları da dedim də sizə, təkrar eləməyə ehtiyac yoxdur. Durur məsələni Allah Teala'ya deyir. Allah Teala deyir ki, onun qonşusunda bir eşyəli bir dənə kişi var. Yəni qonşusunun bir eşyəyi var. Onun gözü götürmür onu, ona qarşı paxıllıq edir. Ona deyərsən, namaz qılanda, namazdan sonra dua eləyəndə desin ki, ilahi pərverdigarım, mənim o qonşumu 2 eşyəkli elə, mənə də bir dənə heç olmasa eşyək ver. Onu desə qəlbən, amma da elə dildə deyib, qəlbində yenə də paxıllıq onun qəlbində qalacaqsa, ondan heç bir şey ortaya çıxmayacaq, hasıl olmayacaq. Musa Nəbi əleyhissalam da gəlir, Allah Teala'nın sözü bu kişiyə deyir. Deyəndə, bu deyir ki, onun bir dənə eşyəyi var, mənim bağrım çatlayır. Paxıllığımdan bağrım çatlayır. İndi dua eləyim ki, onun 2 dənə olsun. Hələ qoy mənim eşyəyim olmasın, təki onun bir eşyəyi 2 olmasın. Görün, həyatda nə təhər insanlar var. Həqiqətən fikirləşəndə Allah Teala bu dünyada hər cürə xüsusiyyətlərə malik olan insanlar yaradıb. İndi mən baxıram, əsl həqiqətdə edəcəyim söhbəti başlasam, artıq 13 dəqiqədir vaxt gedir. Yəni, mən bu söhbəti burada dayandırım. İnşallah təzədən başlayarım. Hələ indi bunu dalayacam, başlayayım. Onu da söhbət eləyəcəm.